Dərs 21, mövzu 2. Abzasların formatlaşdırılması. Qarşımızda hər hansı bir işlənmiş sənəddir. İlk növbədə bu sənəd daha baxımlı görsənir, lakin bu belə deyil. Əgər biz çap olunmayan işarələr düyməsini aktivləşdirsək, bu zaman mətni yığarkən buraxılmış nöqsanları avtomatik olaraq görə bilərik. Bunun üçün biz standart alətlər panelində olan çap olunmayan işarələr, yəni nimpiçatımızdakı adlanan düyməni aktivləşdirək. Gördüyümüz kimi, mətnlərin çapı zamanı buraxılmış müəyyən nöqsanlar artıq göz qarşısındadır. Ox işarələri burada həmin sahədə tab düyməsinin sıxılmasını göstərir. Müəyyən nöqtə işarələri burada həmin sahədə probel və yaxud da space bar və yaxud aralıq məsafəsi dilinin buraxıldığını göstərir. Enter düymələrinin işarələri isə bu simvoldan əvəzlənir. Bu mətni biz əvvəlki varianta qaytaraq və onu düzgün formatlaşdırmanı yerinə yetirək. Bunun üçün biz konkret olaraq buraxılmış nöqsanları elə geri qaytaraq. Kursoru həmin sətr qarşısına qoyaq və backspace düyməsini sıxaq. Beləliklə, mətnimizi konkret olaraq sola tərəf əvvəlcə yığırıq. Diqqət eləyin, mətndə buraxılmış səhvləri bir-bir klaviaturadakı delete və backspace düymələrinin köməyi ilə biz silməyə cəhd eləyəcəyik. Məsəl üçün, burada artıq olaraq probel düyməsi sıxılıb və eləcə də tab düyməsi sıxılıb. Biz konkret olaraq əməliyyat ardıcıllığından çalışacağıq, burada istifadə edək. Eyni zamanda burada da konkret nöqsanlar mövcuddur. Yəni, lazımsız yerlərdə enter düymələri və tab düymələri istifadə olunub. Biz bunları daha profesional qaydada yerinə yetirə bilərik. Fikir verək, mətnimizi əvvəlcə bu şəkildə yığdıq və indi mətnimizi bir-bir formatlaşdırma imkanlarından köməyi ilə yerinə yetirək. Yəni, artıq simvolları silək. Biz ilk növbədə birinci sətrimizi qeyd elədik və patcenter düyməsini sıxdıq, yəni mərkəzə doğru. Daha sonra eyni adlı düymə, eyni adlı sətr seçildi və patcenter düyməsi sıxıldı. Əgər Azərbaycan Respublikası ilə bu xətt arasında müəyyən bir məsafə yaratmaq istəyiriksə, onda kursoru həmin sətrin qarşısına qoyduq, format menüsünə daxil olub, abzas adlanan əmri seçdik və burada interval adlanan xüsusi bir sətr mövcuddur. Həmin sətrdə period, yəni əvvəlki intervalı biz 12 punkt göstərdik. Diqqət edin, entersiz həmin sətr düşdü. Əmrdən çıxarış sözünü eyni qaydada mərkəzləşdirək, mərkəzləşdirmək üçün sözü qeyd elədik və patcenter düyməsini sıxdıq. Əmrdən çıxarış ilə həm aşağıda, həm də yuxarıya doğru bir məsafə yaratmalıyıq. Bunun üçün format menüsünə daxil olduq, abzas adlanan sətri seçdik. Period sahəsinə biz 30 punkt göstərdik, poster sahəsində də elə eyni ölçünü verdik və beləliklə həmin sahələr avtomatik olaraq öz yerinə gəldi. Eləcə də bu sahəni biz mərkəzə doğru çəkdik və konkret olaraq əgər biz həmin sahəni digər formada ayırmaq istəyirsə, tab düyməsinin köməyi ilə də istifadə edə bilərik. Bu şəkildə mövcud olsun qoy. Digər sahələri də həmçinin. Əgər biz onu konkret sola tərəf sürüşdürmək istəyirsə, biz bunu əməliyyat ardıcıllığının köməyinə yerinə yetirək. Qarşısına durduq, backspace düyməsini sıxdıq. Lazım gəldikdə biz bu sətri bir pillə özümüz istədiyimiz istiqamətdə sürüşdürə bilək. Bunun üçün Увеличить отступ düyməsini sıxdıq. Diqqət edin, əgər xəttlər düzgün çəkilməyibsə, klaviaturadan bu xəttləri siz özünüz müstəqil olaraq əlavə edə bilərsiniz və yaxud da eyni zamanda silə bilərsiniz. Əmr edirəm sözündə də həmçinin mərkəzə doğru çəkilir. Yenidən bunlar arasında müəyyən bir məsafə təyin olunmalıdır. Biz abzas sətrinə keçdik. Period ondan yuxarı deməkdir, yəni yuxarıda olan sətr, post isə ondan aşağıdakı sətr deməkdir. Biz 30 punkt təyin elədik və OK düyməsini sıxdıq. Beləliklə, mətnimiz konkret aşağıya doğru çəkildi. Eyni zamanda bu sətrləri də həmçinin aşağıya doğru çəkirik və mövcud sətrimizi Увеличить отступ düyməsi ilə formatlaşdıraq. Diqqət eləyək, birinci sətr getmədi, çünki seçim birinci sətrdən aparılmamış idi. Biz Увеличить отступ düyməsini sıxaq və beləliklə gördüyümüz kimi sətr konkret istiqamətdə sürüşdü. Və sonra əsas işçi sahəsi ilə bu sahə arasında müəyyən bir məsafə yaradılmalıdır. Mən abzas əmrinə daxil olduq və konkret buranın ölçüsü 18, post isə 18 müəyyən elədik və OK düyməsini sıxdıq. Və eləcə də bu sahəni biz
Увеличить отstop düyməsindən bu istiqamətə çəkdik. Digər sahələr üzərində əməliyyat ardıcıllığını yerinə yetirək. Bunun üçün, məsəl üçün, biz müəssisə sözünü, müəssisənin rəhbəri sözünü bir pillə sağa doğru sürüşdürək, kursoru onun qarşısına qoyduq və Увеличить отstop düyməsini sıxdıq. Eləcə də viza sözünü həmçinin Увеличить отstop düyməsini sıxmaqla biz o sözü qarşıya çəkə bilərik. Kadrlar müfəttişi sözünü də həmçinin bir otstop düyməsini sıxmaqla. Eləcə də burada konkret olaraq tab düyməsi də istifadə oluna bilər və yaxud da eyni adlı belə deyək, Увеличить отstop düyməsi də istifadə olunur. Əsli ilə düzdür. Mətnini isə biz təxminən bu şəkildə istiqamətləndirəcəyik. Bu formada. Mətnimizi yığan zaman diqqət eləmək lazımdır ki, buradakı xətlər öz ölçüsünə görə düz gəlsin və digər formatlaşdırma əməliyyatlarını yerinə yetirək. Məsəl üçün, mətnimizin şriftini böyüdək, əmrdən çıxarışı da eyni adlı şriftlə əvəzləyək, yəni deyək ki, biz 20 verdik, bu 20-də qalsın və eləcə də əmr edirəm sözünü də həmçinin 20 ölçüdə verək. Və əlbəttə, Azərbaycan Respublikası sözünə də biraz qalınlaşdırmalıyıq, əmr edirəm sözünü də biraz qalınlaşdırmalıyıq ki, əməliyyatı tətbiq edə bilək. Beləliklə, biz çapdan öncə baxış предварительный просмотр düyməsini sıxdıqda çox baxımlı və düzgün formatlaşdırılmış sənədi aldıq.